Şəhərsalma və memarlıq ili çərçivəsində regionlarda silsilə tədbirlər davam edir. Bu istiqamətdə növbəti tədbirlər İmişli rayonunda təşkil olunub. Rayon prokurorluğunda açıq qapı günü keçirilib. Tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatları və ictimai fəallar iştirak ediblər. Məqsəd, vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanışlığı, hüquqi maarifləndirmənin artırılması və şəffaflığın təmin olunması olub. Tədbir çərçivəsində iştirakçılar elektron prokurorluq sistemi və müasir kriminalistik avadanlıqlarla tanış olub, daha sonra inzibati binaya baxış keçiriblər. Sonra tikinti və şəhərsalma proseslərində qanun pozuntularına qarşı mübarizə mövzusunda seminar təşkil olunub. Seminar interaktiv formatda davam edib. İştirakçılar suallarını səsləndirib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Tədbirlər silsiləsi memarlıq və şəhərsalma sahəsində dövlət nəzarəti və prokurorluğun rolu mövzusunda regional konfransla davam edib. Çıxış edənlər şəhərsalma sahəsində qanunçuluğun möhkəmləndirilməsi, dövlət nəzarətinin artırılması və institusional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.